Təklif elədi o dövlət katibi. Biz də onda götürdük Amerikanın şeyini, strukturunu, orada prezident var, bir də dövlət katibi. O moment Azərbaycanın birinci dövlət katibi bu oldu. Bu işe kalmıştı, o işi görüyordu. Yani. Deyim də sizə bir dəqiqə, bu işi gərək qoymalıydı. Hələ o moment tam keçməli idi. Amma əraziyə gəlirdi. Bizim bir iş müavinlərindən biri, baş müavini, bizim Müdafiə Nazirliyin müavini qoydu cihaz qayırma üzrə. Biz hərbi sanayiyə işini işləyirik, amma belə mülki şeyə də işləyirik. Onu qoydu. O da onu görən axırıncı idi, o vertələtə minmək. Şöpdü ki, get onun için mən indi qayıdaram. Hardan qayıtdı? Onu qoydu. Sonra görürüm həyətdə dayanıb. Bütün bir nəfəri də qoydu. İndiki Aviasiya Akademiyasının rektoru qoydu. O biri bizdən getdi şeyə. Başqa idarə var idi. O da hərbi sanayi idi. Hövsanda Norduydu adı. Ora getdim o. Orada. Bilmirəm indi, məndən yaşda böyükdür, indi bəlkə də işləmir. Bu belə. Sonra baxıb biz dayanmışıq. İndi müavinlər qabaqda bir şörtlərə biraz gedir. Dedi, ribata, hamımıza bir şey tapacağım da yani belə mənada. Yani 25 gün oldu. Başka. Sonra vertolyotlar getdi. 25 günde o vəzifədə oldu. Bunun da birinci muavini var idi, Arif Mehdiyev. Şəfayət oğlu. Bakı Üniversitesi'nin rektörü olmuştu Şəfayət Mehdiyev. Onun oğlu, birinci oğlu, birinci muaviniydi Tofiq İsmailoğlu. Əslən Ərdəbil'dəndir. Yok. Bizim idarenin burada birlik oldu. Elmi İstihsalat Birliği oldu. O 82. ildə biz keçdik şeye, Moskvanın nəzərinə, orada var idi Ministerstvo Offshore Maşinastроения. Bu da Sovet hökumətinin seri şeydi. Əsasında bu Ministerstvo Kosmической pромышленности. Ama adını gələ gizlədirdilər də. Kimə lazımdır bilirdi, yani xaricdə də bilirdilər. Offshore maşinası. Bir ortam olmasına şimdi sırada yani Hacı Akül'le danışıyor. Hacı Akül dedi ki ona türmede, ona katılırlar, benden yakın türmede olmaz. Hacı Akül katılırlar, o deyip ki resursu biz vurulmuşuz, bize vurdururlar. Bu böyle işitmemişsiniz. Neyse var idi, ben bu dəqiq bilmiyorum. Hacı Akül'le de danışıyor. Hacı Abdul değil, size bir adım açın. Bu bağımdan verilmiştim. Hafta arasını getmişti. Sonra bir 5 yılın evvel bu bağırda Hacı evvel Zeynal'da yeri danışıyorduk. Onu danışıyorduk. Orada koyup bu bağırda müşkak oldu. Onun vaktini de bitirmek yapıyorlar. Başlıyor. Yapıyorlar ama kardeşlik etmişti. Hafta arasında. Neyse tamamen mesela değil. Kim vurdu? Niye vurdu? Ayazı yıkmak için olan desin. O da olabilir. Onun için ki onda bir şey çattı bana ki Ermeniler imtina edirlər, biz vurmamışıq. Deməli, düz söhbətdir. Yox, Ermənilər də o qədər yalan danışırlar, adam çətin inanır. Yalan danışan adamı birdən düzgün söz deyəndə inanırsınız, yox. Olur deyirlər də, düz söz deyirlər. Kendi körü olması da oturup yani. Yox, mən olmamışım ama xəbərim var, ondan da yazmışam. Ondan çıxıb bizim nəşrlərdə, aviasiyada, bizim jurnalımız da var idi orada, agentliyimizdə də. Güzel gelmişti, gelip getirdi arasında Bakı'ya. Onu birinci Tofiq müəllim gətirdi Bakıya. O tanıyırdı onu. Moskva'da. Tanıyırdı ama o kapalı idi.
görüşürdü də. O həmin nazirliyin baş elmi tədqiqat institutu var idi. Adı da Snimaş idi. Central Naучный İnstitut Maşinastроения. Orada birinci müavin, vəzifəsi birinci müavin idi. Kərim Kərimov. Həm də bu kosmik uçuşların rəhbəri idi. Onun vaxtında heç bir hadisi olmadı. O çox nadir adam idi. Bütün daskanan hər şeyi öyrənirdi. Bunları kosmosa elə-belə baxmırdı. Neyi öğrenmediniz? Bu necə uçacağı, nə bilim, bütün o kosmik raketin sistemlərini izadı belə. Ben öyle Başı çıxırdı. meselesi olmuyor onun vaxtında deyirsiniz. Onun vaxtında faktiki heç nə olmuyor. Hani ictimaiyyət onun barəsində 87-ci ildə həbər tutuldu. Hədə Hani maraqlıdır ki, mən məktəblərində, mən 79-da bitirmişəm. Mən bir sinif yoldaşım, daha Kərim varlığında. Bu mənə danışmışdı, Kərim Kərimov varlığı. Deyir, mən qohumumdur, bir qohumumdur, Baykonurda işləyir. Bu söhbət arası 77-78 ildən gedir. Baykonurda işləmədi, o Moskvada işləyirdi. Baykonura o kosmosa buraxanda gedirdi təbii. Gəldi, ona rakt verirdilər. Həmişə onu göstərdilər. Özü də mən hiss edirdim, burada Kafkaz aksenti vardı. Heç bilmirdim ki, Azərbaycanlı. Sonra bildikdə, o barədə də ondan da yazmışam.